Salam. Bugün 1 iyun 2025-ci il tarixində 1-ci qrupun informatika fənnindən qəbuluna düşmüş Python mövzusuna aid sualına baxacağıq. Def funksiyasına aiddir. 2 funksiya verilib, f və g funksiyası. Əsas biz bu tiplərdə nə axtardığımızı bilmək üçün printin daxilinə baxırıq. Görürük ki, burada printin içərisində B verilib. Yəni biz B-ni çap eləyəcəyik. B hardadır? Elə printin üstündə B bərabərdir f(a) verilibdir. B f funksiyasından asılıdır. Bu deməkdir ki, biz B-ni tapmaq üçün f funksiyasına müraciət etməliyik. F-in daxilində parametr olaraq A verilib. A-nın da qiymətini 5 veriblər. Burada A-nın qiymətini 5 veriblər. Deməli, f5-i axtarırıq. Bu tipdə məsələlərdə, riyaziyyatda məsəl üçün fx bərabərdir x üstə gələk 5 verilir. Sonra da deyir ki, x bərabərdir 6 olanda fx funksiyasının qiymətini tap. Bu da eyni tipdədir. Bizdə də f(a)nı axtarırıq. f(a)nı axtarırıqsa, a-nı verməlidir ki, biz yerinə qoyub f(a)nın qiymətini tapa bilək. İndi burada da a-nın qiymətini 5 veribsə, deməli biz f5 axtarırıq. f5'i. f5'i harda axtaracağıq? F funksiyasında. Biz gördük ki, defdə 2 dənə def funksiyası verilib, def verilibdir. 2 dənə f və g adlı funksiyalarımız var. Birinci biz b-ni tapmaq üçün f-ə müraciət eləyəcəyik. Əgər f-in daxilində görürük ki, f-in daxilində g funksiyasına müraciətlər var. G funksiyasına müraciətlər də gördüyümüz üçün deməli g funksiyasını da bizə köməyi deyəcək. İndi f5 axtarırıqsa, gedirik def f(m)ə. Deməli, m-in yerində 5 durur. M-in yerində 5 duracaq. İndi f5 axtarırıqsa, düşürük m bərabərdir aşağıda bu hissəni hesablamağa. M bərabərdir, m vurulsun. Yəni, m-in qiyməti nədir? 5. Burada artıq m qiymətini dəyişəcək. 5 vurulsun, 2 vurulsun g. Mötərizədə m yazılıb. M də hələ ki qiymətini dəyişmir. Bax, əvvəlki m-in qiyməti 5-i qoyuruq. M5. M-in yerinə 5 qoyduq. G5. İndi, hələ ki aşağıya düşsək, görürük ki, n də hesablamalıyıq da. N bərabərdir gm verilibdir. Bu m artıq 5 olmayacaq. Oradakı gm, n-in daxilindəki bu gm-dəki m, gm-in daxilindəki bu m, buradakı m olur. Yəni, baxın, bu m olacaq. Çünki biz hər dəfə qiymət dəyişdikcə əvvəlki qiyməti atırıq, köhnə qiyməti atırıq. Artıq burada m-i hesabladıqdan sonra bizim m bərabərdir 5 qiymətimiz lazım olmayacaq. Onu atacağıq. Ona görə növbəti hesablamada əgər bizə m lazımdırsa, ondan əvvəlki tapdığımız m-i, yeni tapdığımız m-i qoyacağıq yerinə. Ona görə biz gəlin əvvəlcə buradakı g5-i bilməsək, bu m-i hesablaya bilməyəcəyimiz üçün gedirik g funksiyasına müraciət edib g5-i tapmalıyıq. İndi G5'i tapanda burada artıq GK funksiyası idi da. Deməli, K-nın yerində burada 5 duracaq. Artıq burada K-nın yerində 5 durdu. İndi G5'də aşağı düşəndə K bərabərdir. K vurulsun 4. K-nın yerində 5 durursa 5 vurulsun 4 eləyəcək 20. 20. Return K-nı eləyəcək. Return funksiyası da, return da bilirik ki, funksiyaya qiyməti qaytarır. Hansı qiyməti qaytaracaq? Return K. K-nın qiymətini, yenidən tapdığımız burada K-nın qiyməti 20-dir. 20-ni G5-ə qaytaracaq. Bu funksiyanı axtarırıq. Deməli, G5 bərabər olacaq 20-yə. Bizə G5 harda lazım idi? Baxın, burada. Burada lazım olduğu üçün gətiririk, burada yerinə qoyuruq. Deməli, bərabərdir. 5 vurulsun 2 eləyəcək 10. Vurulsun G5-in yerinə də 20 yazanda bərabər eləyəcək 200-ə. Deməli, m bərabərdir. Yeni m-imiz bərabərdir 200-ə. Artıq mən gətirib bu aşağı hissədə n-in yerində n bərabərdir g, m üstə gələk 10 yazılıb burada. Oradakı g, m-in yerində 200 yazacağım. Yəni, mən buradan aşağıdan yazsam, n bərabər olacaq g 200, m-in yerində artıq 200 yazmalıyam. Çünki əvvəl hesabladığımda yeni m-im 200-dür. Üstə gələk 10. Artıq mən görürəm ki, G200-ü tapmalıyam.
yenidən G funksiyasına müraciət eləməliyəm. Yenidən aşağıdakı G funksiyasına müraciət eləsəm, artıq K-nın yerində bu dəfə 200 düşür, 200 olacaq. Biz deməli bu tiplərdə həmişə köhnə qiymət atılır. Plus da ki, yeni funksiya hesablanırsa, köhnə parametr bizə lazım olmur. Məsəl üçün, bayaq G5 axtarırdıq. Parametrimiz K-dır. Hər ikisində də GK-dır, K olacaq. Amma K-nın bayaq qiyməti 5 idi, indi oldu 200. Yəni artıq o əvvəlki 5 qiyməti mənə maraqlı deyil. Mən yeni qiymətlə işləyəcəm. Yəni artıq burada G200 axtarıramsa, G200 K-nın yerində duracaq. Deməli, K da bərabərdir, K vurulsun 4-dür. Yəni 200 vurulsun 4 olacaq. O da eləyəcək 800. Deməli, mən bu return K deyirsə, hara qaytaracam? G200-ə qaytaracam qiyməti. Deməli, 800 olacaq G200-ün qiyməti. Onu da gətirəcəm, burada yerinə qoyacam. Bərabərdir 800 üstə gələk 10. O da bərabər eləyəcək 810. Deməli, mən nə axtarırdım? G200-ü. G200 mənə harda lazım idi? N-in qiymətində. Mən M-i tapdım. M-i bayaq burada tapdıq 200. M-in qiyməti 200 idi. Gəlin orada yerinə qoyaq. M bərabərdir 200 tapmışam. N də bərabərdir 810 tapmışam. İndi mən F5 axtarırdım da. F5 axtardığım üçün mənə burada M-dən N-in qiyməti lazım idi. M-dən N-i də tapdığım üçün artıq returnə düşə bilərəm. Returnda da M üstə gələk N yazıb. M üstə gələk N, yəni 200 üstə gələk 810 mənə verəcək, deməli, 10.010. 1010 daha doğrusu. Aha. Deməli, bu funksiyanda, daha doğrusu bu qiyməti də hara qaytarır? F5-ə. F5 bərabər olacaq returndəki M üstə gələk N-in qiymətinə. Deməli, biz tapdıq B-nın qiymətinə. F5 hardaydı? F5-i nəyə mənimsətmişdik? Aşağıda. Görürsünüz, burada F5 bərabər idi B-yə. B-də bizdə hardaydı? Printin daxilində. Deməli, biz print B-ni, B-nin çap olunmağını istəyirdiksə, B-nin də qiyməti elə F5-in qiyməti olduğu üçün çap olunacaq bu qiymətimiz. O da olacaq Y variantında. Cavab olacaq Y variantı.